Salam hörmətli izləyicilərimiz. Saray əmlak bazarının ən keyfiyyətli, münasib qiymətə 2 nömrəli məktəbin düz yanında sizə ev təqdim edirəm. Bu ev əldən qaçmaz. Özdəki qiymət neçə oldu? 85.000 manata. Yardaş dedi ki, real alıcı gəlsin, behlə gəlsin, qiymətində razılaşma var. Bir də ki, hörmətli izləyicilərimiz, Saray əmlak bazarında bilirsiniz ki, keyfiyyətli evlər gün-gündən azalır. Keyfiyyət həmişə bizim önəm daşıyıb. Qoşa daş. Baxın, həyətin genişliyinə. Hal-hazırda son tamamlanma işləri gedirdi. Burada gürültü həyətmək üçün yer ayrılır. Evimizin yan tərəfinə, bax, mən gələndə usta beton verildi. Baxın, tam səliqəli, poluna qədər verir qardaş. İş görüb, kəməri, fundamenti. Baxdım, iş görüblər. Halal olsun. Qiymət də 85.000-dir. Nəyə görə və niyə görə bu qiymətə verirlər? Hamısını sizə açıqlayacağım, hörmətli izləyicilərimiz. Baxın, evimizin padvalı hissəsidir. Buranı da şey betonlayıblar, kürsülüdür. Bax, bura betondur. Dəmir qapı qoyublar. Hamı plastik qoyub, qardaş. Dəmir qapı qoyublar. İşin keyfiyyətinə önəm veririk. Bax, ağla ilə işləmələr, hörmətli izləyicilərimiz. Dəmir deyil, ağla ilə işləmələrdir. Elektrik sistemin ideal səviyyəsində. Bu evə mən şəxsi tikili ev deyərdim. Çünki burada normativlər, tikinti normativləri hamısı gözlənilir. 85.000 manat. Bir də burada mətbəximiz, baxa bilərik. Qapılar qəşəng qapılardır. Böyük bir burada zalımız var. Pəncərəsindən alınmış şəbəkə pəncərədir. Təmizləri 85.000 manat sizcə saray məsələsində 3 otaq, 100 kvadrat genişliyində ev varını məncə verir. Burada sandıqdır. Burada bir dənə yataq otağıdır. Bir dənə də yataq otağıdır burada. Hörmətli izləyicilərimiz, Saray əmlak bazarında bu devrin təşkil olunan ən münasib qutsalı, paket qutsalı evdir. Mənim evin otaqlarının genişliyi, bu evi niyə görə almalısınız mənə sualını versəz, mən bir əmlakçı olaraq sizə deyə bilərəm ki, evin genişliyi və otaqları genişdir. Metrənin gəlin, ölçün, biçin, Allah xeyrinizi versin, kim alacaqsa, inşallah xeyir işlər var həmişə bu evdə.